Sizdə nədir anlaşma məsələsindəki problem? Həmin o stadionun sahibi olan qurumla, təşkilatla, icra nümayəndəliyi SOCAR-ın balansındadır, agindədir, yəni kimdədirsə stadionun sahibliyi, orayla hansı məsələlərdə anlaşa bilmirsiniz? Orada mən sizə çox detal demək istəmirəm, çünki bu təkcə məni əhatə edən məsələ deyil, amma deyəcəm mən. Amma burada müəyyən məsələlər var ki, mən deyə bilərəm. Həmin ərazi özü geniş bir ərazidir, amma ərazi bir adama məxsus deyil. Bu İdman Həmkarları Cəmiyyətinə, keçmiş belə deyim də, İdman Həmkarları Cəmiyyətinə məxsus olan bir stadiondur. Həmin stadion 2006-cı il, yox 2004-cü ildə səhv eləmirəmsə, MKT şirkətinə icarəyə verilir 20 illik və MKT şirkəti həmin stadionu götürür və oranı gözəl bir o vaxt üçün və həqiqətən də düzünü demək lazımdır. Yəni 25 il bundan qabaq üçün çox möhtəşəm bir stadiondur. Çox gözəl tikilibdir. Biz oradan da çox gözəl yararlanmışıq. Yəni kimlər ki o stadionu düzəldibdir, var olsunlar. Və hal-hazırda belə deyək, tikili şirkətə məxsusdur, torpaq həmkarlara məxsusdur, ətrafda müəyyən ərazilər bir başqa adamlara məxsusdur və bizim ortada həll edə bilməyəcəyimiz bir məsələdir ki, biz ona görə məcbur, yəni bizim ora qoyacağımız vəsait məhv olub gedəcəkdir, biz o vəsaitdən heç bir yararlana bilməyəcəyik.